Əziz dostlar, əziz şahmatçılar, biz bugün sizinlə növbəti məşğələmizdə Paul Morphy yaradıcılığı haqqında danışırıq. Paul Morphy öz dövrünün ən güclü şahmatçılarından hesab olunurdu və hətta o gənc yaşlarından çox güclü şahmatçılara qarşı gözəl nəticələr əldə etmişdi. Paul Morphy rəsmi dünya çempionu olmasa da, həmin dövrlərdə dünya çempionu kimi qəbul olunurdu və onun oyun üslubu dünya çempionu oyun üslubuna bənzəyirdi və bir çempion kimi onun şahmat yaradıcılığın həmin dövrün şahmatçıları yüksək qiymətləndirdilər. Deməli, baxdığımız oyunda Paul Morphy qara fiqurlarla oynayır, ağ fiqurlarla Schultenə qarşı. Y4, Y5, F4, D5. Deməli, lövhədə şah qambiti oynanılmışdı və Y7 ağlar Y7 vurandan sonra qaralar Y4 oynayıb. Burada kontra qambit Falkbera variantına keçirilir. At C3, at F6, D3, fil B4. Ənənəvi gedişlərdir debütdə. Fil D2 və çox gözəl Y3 gedişini eləyir qaralar burada. Y3 nida işarəsidir, yəni yaxşı gedişdir. Fil Y3 qala qurma. Fil D2. Yəni fil D2 oynamaqda məqsəd C3 atının bağlamada olmağının qarşısını alır. Fil D2 ilə müdafiə olunur. Fil C3, BC, top Y8 şah verir. Fil Y2 ağlar şahın qarşısını kəsir. Deməli, fil G4 ağların Y2 fili hal-hazırda Y8 topunun bağlamasındadır və burada artıq əgər biz növbəti gedişdə at F3 oynayarıqsa fil F3 vurar. Aydın məsələdir, fil vura bilmir, bağlamadadır. Piyada vursa da, yəni burada şahın qarşısında piyada strukturu çox ürək açan vəziyyətdə deyil. Yəni ağlar ona görə at F3 gedişini oynamır. Burada C4 oynayıb D5 piyadasını müdafiə edir. C6 və burada Paul Morphy C6 gedişini oynayır. Yəni D5 piyadasını dəyişmək təklif edir. Ağlar burada H3 oynasaydı, sonraki analizlərdə göstərir. H3 gedişi daha yaxşı idi. Yəni fil Y2, at Y2 oynayıb mövqeyini bu cür saxlaya bilərdi ağlar. Lakin burada ağlar DC gedişini oynayıb, at C6, şah F1. Şah F1 düşünür ki, topun bağlamasından şahı qaçır və Paul Morphy çox möhtəşəm bir top Y2 qurbanı həyata keçirdi. Top Y2 vurmaqla artıq ağların mövqeyində müəyyən problemlər gözə dəyir və at bağlamadadır. J4 fili ilə təhlükə indi növbəti gedişdə fil Y2 şah və ağların D1-dəki vəzirin udmaq təhlükəsi var. Qaralar at D4 onun üçün gəlibdir və ağlar növbəti gedişdə vəzir B1. Vəzir B1 filin bağlamasından çıxır. Vəzir şah, şah F2 və at J4. At J4, şah qaçmalıdır J1 xanasına və burada Paul Morphy daha gözəl bir kombinasiya həyata keçirdi. Fiqur qurbanı ilə at F3 qurban verir. Məcburdur J4 vurmalıdır. Vəzir D4, şah F2, vəzir F2 şah, şah H3 məcburi gedişdir. Vəzir F3, şah H4 və artıq ağlara şahının mövqeyinin çox yaxşı olmayan bir vəziyyət yaranıbdır və ağların şahının mövqeyinin zəif olmağından qaralar maksimum dərəcədə istifadə edib oyunu qələbəyə aparır. Növbəti gedişdə at Y3 təhlükə, vəzir J4 xanasından qaralar ağ şahı mat etmək istəyir. Ağların yeganə gedişi top J1 gedişidir və top J1 gedişinə burada artıq çox gözəl iki gedişdə mat alınır. Gənc şahmatçılar belə mövqeyini stop edib özləri də işləyə bilərlər. Deməli, növbəti gedişdə at F5 və şah H5 gedişinə vəzir H5 qaralarla Paul Morphy bu cür möhtəşəm qələbə qazanır. Siz də bu cür mövqeyləri dərslərin ardın görmək istəyirsinizsə səhifəmizi daim izləyib yenilikdən xəbərdar olun. Növbəti görüşlərədək.